Herkese salam, videoma ve kanalıma hoş gelmişsiniz. Necəsiz? İnşallah yaxşı olarsınız. Mən də yaxşıyam. Videolar gec gəlir. İndi yaydı, məlum, qış hazırlıqları. O su, bu su. Ona görə yavaş-yavaş oyuna da çox elə düzəməlli girmirəm. Ona görə videolar geç gəlir. İndi inşallah üzü qışa gedir. Qışqa bol-bol vaxtımız olacaq. Bol-bol videolar gələcək. Bugün nə edirik deməli? Bugün buğday hasat eləyəcəyik. Nəyə görə? Bu 8 dənə civatanı çıxartmaq lazımdır ki, ağılımı, ambarımı yüksəldə bilim. Ağılım 8 dənə civata əksikdir. Ambarım isə hazırdır. Gözləyirəm ki, bir yerdə yüksəldim. Buğdamızı əkək. Sonra arada baxaq görək, düzdür, elə bir malzəməm yoxdur. Olan qalan malzəmələrlə toplayaq. Adı nə idi? Makinaları dolduraq. Nə olsa üründür. Bir dənə, iki dənə hərəsinə. Denən ki, sən buğdanı əkmişsən hamısını. Haradır? Buğdayla olan şeyləri hara səyir? Baxım görün, balıqlarım var. Burada toplanacaq şeylər var. Unutdum mən bunları. Buranı boş qoymamaq lazımdır, mümkün qədər. Ağlarım var imiş. Yaxşı ki, balıq ağ atmışım. Balıq tutmaqdansa mənə, düzdür, sevirəm balıq tutmağı. Bəziləri deyir ki, balıq tutmağı sevmirəm. Amma mən sevirəm balıq tutmağı tək-təkdə, yəni olta ilə. Amma bəzən bu hazır olmağı daha yaxşı olur, belə olur. Yəni vaxt baxımından atırsan ora 24 saat sonra girirsən. Yəni gündə bir dəfə ağ atırsan, ertəsi gün girirsən eyni vaxtda bir neçə dənə balığın hazır olur eyni anda. O baxımdan rahatdır. Amma bir də görürsən ki, tuturam. Bunları da həll eləyək. Burada para işləri həll eləyərik indi. Buğdalar olana qədər. Nə qədərlik video çəkəcəm? Çox uzun çəkməyəcəm. Bir 15 dəqiqəlik video çəkəcəm. Görün bir 15 dəqiqəyə nə qədər bonus çıxardacam mən. Evdə də heç kim yoxdur. Özüm təkəm. Yoldaşım işdə. Oğlumdaki, bəli, biz eşitdiniz, bir dənə oğlum var. Dayıları ilə futbola gedib, Qarabağın oyunu var deyə oraya gedib. Neyse. Şimdi attık. Sonra attık. Sonra bu ilk üretimdə уже vaxtı gedib, bitir, az qalıb. Neçə gün qalıb? 6 gün. 6 gün sonra bu bitir. Bilmirəm, təzəsi gələcək, gəlməyəcək. Amma yəqin ki, 1-2 ay sonra gələr. Keçən səfər də 1-2 ay sonra gəlmişdi. Verdi. Testləri verdi. Gözümdən qaçacaq, nə verdi? Diqqət eləmədim. Testləri verdi deyəsən. Atları da bir söyləyərəm. Yemləyərəm. Çünki onlarda qəşəng bonus verir. Baxaq görək. Bunlar yiyib içib yatıb uyandırmamışam. Baxın.
Aha, bir tokmak buradan geldi. Aha. Ben hiçbir vermedim. Siz de hiçbir vermedim. Bant verdi. Bak atlarım ne verecek? Geçen atlar geçen verir. Bantla test edelim. Mənə niye ancaq bant çıxır? İndi bilmirəm sizdə necədir. Məndə ancaq bonuslarda en çok bant çıxır. Onu da qalmışam. Neyse, bunları təzədən dolduraq. Niye bu kadar havuçun var? Dərbi eləmişdi. Dərbidə havuç görev eləmişdim ona görə. Ben de satmıram, deyirəm beləncə. Yemliyim bunları tez-tez. Başka ne yiyirdi havuç? Hediye çekim azdı. Ona göre bu şöyle havuç yiyirmiş bunlar. Onu doldurup koyuram belə. Gəlirlər yeyirlər gedirlər. Gəlirlər yeyirlər gedirlər. Yazıqlar özdə biri yiyəndə o birisi durup gözləyir. Niye beləncə elədilər? Bir dənə yemək qabı qoyublar, bu qədər quşa bilirlər. Bu evdən 2 dənə olsaydı lap qəşəng olardı. Burada da pulu 3 milyon eləyəcəm. Pulu 3 milyon eləyəndən sonra tasarım eləyəcəm. Bunların şeyleri çıkarım. Baxaq görək. Ne qəşəng görsənir belə. Qoy bir dənə mənzərə moduna keçeyim. Sonrasını da eləyirəm. Qoy hamısı da olsun. Heç nə vermədi ki. Niye planşetle çekmirəm mən? Öyrətmişəm telefondan telefon oyun oynayıb çəkməyə, video çəkməyə. Elə bilirəm ki, planşetdə kalitəsiz olur videolar. Mən heç baxmıram ya. Ne verir? Biraz şey satım, havuç satım. Çünkü hasat eləyirəm, yer yoxdur. Belə indi. Ay, yumurta da yok. Yumurtasız bir şeyler ekim gerek. En çok giden bence o ekimde bu beyaz şeker. Biraz balık sosu üretim. Başka. Bu cırt sesine geçecek gelir adamın kulağına. Sizden öğretebilirim. Evet, bir ses daha değil.
Bıcırk. Ay yumurta. Onu da ki hiç çatdırmıram da. Bu bal ağacından da lazımdır əlavə. Neçə dəqiqə oldu? 10 dəqiqə oldu. Mən hələ 2 tur hasad eləmişəm bunu. Verdi. İşaret kazığı. Əslində şeydə lazımdır, ərazi malzəməsi də lazımdır mənə. Çünki balıq yerində bir dənə yerim qalıb açmağa. Yan çiftliyi mövzu artıq heç olmasa yarılamaq lazımdır. Tasarım falan eləsən, amma əsas çiftliyə meyvə ağaclarını bu tərəfə gərək alım hamısını. Heç olmasa bir bura qədər aça bilsəm, sonrasında yavaş-yavaş açaram tələsmədən. Çünki tasarım eləyəndə düzdür, yer var. Küçük hesabda da dərbi oynayıram deyim. Orada yardım görevi getirmişdim. Buradan açdım görevi. Baxım heç çıxıb civata. 48 dənə idi. Heç çıxmayıb. Olmadı da neyniyim? Yan hesabdan açıb eləyərəm. Neydi onun adı? Yan hesabdan alaram. Orada var. Prosto dedim görüm nə çıxacaq, nə çıxmayacaq. Gerək yazardım, nə çıxdı. Ki görək 5-6 tur buğday əkəndə nə qədər bonus çıxır. Hesabın gazetini gerek gezeyim. Oradan geçen yumurta almaq olur. Böyük hesablarda tapmırsan ama küçük hesabdan geçen yumurta almaq olur. Sütümüzü alarak. Bakın burada. Ham madde olandan sonra çetin değil aslında. Ne oldu? Dolu. Dolsun bakalım. Ay. Saat neçədir? Saat 12'ye işləyir. Nə qəşəng görsənir bu belə. Qoy burada manzara modunu alım. Ay, söndürmə modu oradan çıxdı. Bu qəşəng şəklini çəkim. Bu dekoru da pulla almışım. En sevdiğim dekorlardandır. Sera gelir de diyesen adı. Güzel. Biraz bu da satacağım ama şeyden satacağım. Yüksekten satacağım çünkü alınır. Əslində yan görün. Biraz satım, saman balyası atım. Barınak heyvanları üçün en məntiqlisi odur.
Sosa attım bəs şey elədi, doldu. Baxaq görək nə çıxır. Bu niye mənə bonus vermir? Ha, ağlım doludur. Ona görə vermir. Nə satım mən indi səndən? Neyse bu sizdən satım. Cevher satım en qəşəng. Onu da çıxarıram onu. İndi də bu doludur. Burada deyəndə niyə mənə şey vermir, bonus vermir. Ağıl dolu olanda vermirmiş. Bu arada izleyenlerden Məhləmə gelmek isteyen varsa yine buyursun gelsin. Məhlənin etiketini de gönderim. Heyday günlüğüdür Məhlənin adı. YouTube Heyday günlüğü etiketi de görsənir yuxarıda. Yəni ki gelmek isteyen buyurup gelebilir. Hələ 16 dəqiqə olub, hələ heç bir bonus çıxarda bilməmişəm, normaldır. Keçək buralarda görüm nə ayazdı ondan. Buna da bal lazımdır. Neyse, hərəsindən 3-5 dənə atım. Çünki panayıra da lazımdır. Bu nəfəs qutardı bu balıq. Hə, sosa çox gedir axı. Səndən atım. Səndən yox yedi. Səndən atım bir dənə. Bir dənədən artıq da atamıram onsuz da. Olsun. Bir dənə. Sizdən heç yoxdur deyəsən. Səndən ata bilərəm. Heç birinizdən ata bilmirəm. Çünki makarna yoktu. Bu azdı. Bunları doldurun. Oradan buradan yapıyoruz bir şeyler. Makarna mutfağı neredesin? Burada verebilirsin. Neçə dənə birdən. İkili. Bunu çok istiyor. Geçen bonus verir. Bu panayırda. Panayırın da 2 dənə gününü eləmişəm. Qaldı 3 günü. Bu da çox qəşəngdir. Saman ayıcıq. Tasarım festivalı da başlayıb. Hələ buna başlamamışam. Almayanlar varsa buradan ala bilərlər. XP kutusu. Böyle açdım. Götürdüm XP'mi. Bir dənə genişletmə izni. Bir dənə bilmirəm. 2 dəfə 3 dəfə almaq olur deyəsə mən heç vaxtıma buradan genişletmə izni almıram. Burada qalmadı. Bu qəşəng ağacdır. Amma ki hələ var. Bunu toplayıb almaq olar. Ağac qəşəngdir. 1000 dənə film rolosu istəyir. Bilməlidirsə. Bir də bu çamur birikintisi bu şeydə var. Burada var deyəsən, burada istəyir onu. Baxın görün məndə var ondan. Olmalıydı ya keçən ildən qalıb. Bilmirəm, bəlkə də başqa şeydir. Mənim ağlımda elə qalıb. Ana, yox, burada istəmirmiş. Bu var. Bu yoxdur. Mavi traktor. 149 elmasa verirlər. Yürü git. Bu var, bunu almışdım. Bunu almışam. Bunu alacağım, bunu almışam.
Çit yoxdur. Bunlardan var. Bəzi şeyler var, bəzi şeyler yoxdur. Bu var. Bundan 2 dənə istəyir, 2 dənə var. 2 dənə istəyir. Su yolum var. Mən vadidən həmişə su yolu toplayıram. Kaş topraq yolu da versələr, patika. Ama şey vermirlər, patika vermirlər. Su yolu verirlər. Aha, ağaçlardır. Varmış. 5 tane bundan istiyoruz. 5 tane var. Bak. Tamam, alabilirim ağaç. Sonra qaydaq buğdamıza. Hadi bize civata ver. Gözden kaçmasın. Yine hiç mi vermedi? Ancak testere versin. Ancak testere versin. Ancak testere. Başka hiç ne. Şimdi bir 25 dakika eləyim oyunu, videonu. Biraz boş video kimi oldu ama. Gəmi nə istəyir? Nə qədər gəmi göndərmişəm. Əslində bunu göndərmək istəyirəm. Hər ita parçası var. Da bundan çox istəyir. Neyse. Yaparız bir şeyler. Hələ ki yardım açım. Baxın görün buradan. Neymiş. Bunlar da çok uzun sürede olur. Adamlar şey olur. Gözünün kökü saralır gözleyene kadar. Siz ne istəyirsiniz? Vermirəm bacım. Yet. Sənə bunu heç vermirəm. Sonra olmadı ki Hindistan cevizim de yoktu. Neyse 2 tane verdi. Bir de. Ay balım yoktu ki. Ne bir 10 tane lazımdı bu baldan. 10 tane. 10 tane paket toplamamız lazımdı ki çattırabilek. Yoksa çattırmak mümkün değil. En çok da bundan istiyorum. Siz de orada oluverin. Senden düşürük mü? Söyleyemiyorum. Yavaş bazı şeyler elədik. Az da olsa. Çaylara bakın. Narlı çay yine yoxa çıxdı. En çok narlı çay gibi. Ayda çayım da yoxdur. Yaxşı, buğdanın axırıncısıdır bu. Bunu bitirək. Bundan sonraki video genişliği video olacak. Yükseltiriz. Neyse vermedi diyorsun. Ama neyse. Videonu buraya kadar izlediyseniz beğenip rəy yazmağı unutmayın. Abone olmağı unutmayın. İnşallah gələn videolarda görüşmək ümidiyle tez-tez video çəkməyə çalışacağım. Allah amanında, özünüzə yaxşı baxın. Hələlik.